Salam olsun hidayətə tabi olanlara. Sübh namazının vaxtıdır. Şükür Allah'a sübh namazını qılanlarla bir yerdə inşallah yenə də bir söhbət ilə digərlərini çatdırsınlar. Yəni bu indi paylaşılsın ona görə verim. İndi mən demirəm ki, kimsə sübh namazını durub məni izləyir. Sadəcə ürəyin elədi. Yəni siz sübh namazını dursunlar inşallah. Qılsınlar da bir söz var, türklərdə babadır, şəkildir, çəkilir, nəvəsin kravatdan oyadır, orada yuxarıda yazılır ki, sevən sevdiyini sübh namazını oyatsın. Həqiqətən də Allahımız da Quranda bunu buyurur. Yəni ki, sübh namazını xüsusi vurulur. Yəni, hamısı vacibdir, ancaq buyurur ki, sübh namazını da qılmalıyıq. Çox gözəldir. Qurmuşam, güzel. Maşallah, bu quşların qəşəng videosudur, hansı ki, bəxtə yaxşı videoya baxsan. Nəsə, şükür Allah çıxan tüm xarab olmayıb, nə qədər ki, telefonunda salamat dinləndə bir söz çatdırım. Deməli, deyirlər ki, bir oğlanla qız insanlar ailə quranda digərləri xeyirda verirlər ki, Allah xoşbəxt eləsin. Allah bəxtəvər eləsin, Allah yarayanlardan eləsin, Allah bəxtlərini versin. Xüsusən də bu anadan olan uşaqları verir, Allah bəxtini versin. Bu yanlış bir şeydir. Yəni ki, arzu ilə deyil də. Arzulayarsan, yaxşılat yaş. Arzuluyursansa da, hətta sözlə deyil, əməllə də. Həm də insanlar bir-birinə yardımcı olmalıdır, yəni kömək eləməlidir, yəni dərraqçı yuxulu olur. Dərraqçını tez-tez oyatmaq lazımdır. Elə sən deyəsən ki, xoşbəxt ol, gəlirsən o tərəfə, amma deməyəsən ki, xoşbəxt olmaq üçün mən belirlədim, bu oldu. Əsas bizim Peyğəmbərimiz Quranda Allahımız buyurur da, nümunədir. Siddiqlər, səhabələr, Peyğəmbərlərin hansı, mən saçdım Peyğəmbərimiz, Peyğəmbərimiz yəni əməl salihlər, Allahın firqəsində olanları adam bacardıqca digərlərinə də bildirməlidir, onların əməllərini, onların amallarındakı gözəlliyin, şəfəq saçdığı günəşin ətrindən doymaq olmur deyə Allahıma qurban şükürlər olsun Allah. Sonsuz şükürlər olsun sənə Allah. Sonsuz təşəkkür edirəm. Allah böyükdür. Allah bizimlə olsun. Allah bütün güc qüvvət Allah. Qurban olmalı. Deməli, əgər xoşbəxt olsunlar deyirsə, biz yəni xoşbəxtlik hamısı nədir? Necədir? Mənə quşlar çox sevirəm. Allah nə gözəl yarattı. İndi bu insanlarla da gözəlliklərin xüsusiyyətlərindən biri də odur ki, düşüncələri var. İndi insan əgər birinə arzulur ki, bəxtəvər olsun, lap yaxşı. Bəxtəvərlər axirətdə qazanarlar. Biri digərinə deyir ki, əgər yarayanlardan olasan, Allah bəxtini versin, o atmosferdə nəsə bir çöküntü var dedim. Çünki vəhlə insan ucalır. Yəni, insanın gözəl sözlər dediyində yox, o əməllərinlə də hərəkət etdiyində, əməllərində də bu gözəlliyi göstərdiyində Allahımız buyurur ki, o gözəl sözləri, gözəl əməllər ucaldır. Əgər biz hesab edirik ki, bəxtəvərik, yəni laf yaxşı, amma bəxtəvər deyilir. Çünki insan özünü zülm edəndir. Bu Quranda da buyurulur. Allahımız da bizə kitab göndərir, peyğəmbərlər göndərir, hər ümmət üçün. Biz də şeytan ürəyində deyir ki, mən deyim ki, yəni Quranla qidalanırıq. Əslində isə qurban olmalılar.
Ruhumuz Quranla qidalanır desəm, necə düz. Ruhunu şeytana satanlar da var. Neyse, o başqa temadır. Deməli, əgər xoşbəxtdir, biz deyir ki, nisbidir. Yəni ki, nisbi sözünü düz işlədirəm, nə demək istəyir? Yəni ki, 5 dəqiqə xoşbəxt olardı, sabahları deyir. Yəni, şeytan adı düşünən var da, din şeytanlar, insan şeytanlar daima möminlərə hücum edirlər, kafirlərə işləri olmur. Yəni, deyirlər ki, bir sözləri deyir, şeytan kafirə baxanda deyirək ki, bunun nəyinə girişim ki, özü məndən düşünlər. O axı bizi cəhənnəmə təsir şeytan. Din şeytanlar insanlara təsir edərək, onu öz təsirinə salaraq, əgər zikir eləməsə insan, yalancı olsa, günahkar olsa, zikir, yəni ki, Quran bir adı zikir, tilavət etməsə, o insan artıq şeytanlaşır və insan şeytan və din şeytan adlı iblisin ordusu əmələ gəlir. Bu, qiyamətə qədər hər zaman belədir. Xoşbəxtlik, yəni belə, təsirləri olur şeytanların da insanlar xoşbəxt ol deməklə, elə bilməsən ki, sanki demədi xoşbəxt ol. Xoşbəxtlik, şükür Allah, maşallah ki, xatırladılar. Amma şeytan adlı düşmənin olduğunu da xatırlamaq lazımdır. Quranda hər şey var. Quran hər şey üçün bir açıqlamadır. Hər şey üçün bir açıqlama, izah var orada. Yəni, əsas olanlar da indi Allahımız buyurub, oxuyur, görürük, şuralar, ya dinləyib, anlayırıq ki, belədir. Bir də xoşbəxtlik, bəxtəvərlik deyilməkdir, yarayanlardan olsun. Yarayanlardan olmaq üçün deməklə deyil də, Qurana yəni istinad etməsə bir insan, onda necə yarayanlar? Yarayanlardan olsun, Allah bəxtini versin deyəndə, alın yazısını, elədir ki, biz alın yazısını, yəni bidət, yəni o da günaha aparan, cəhənnəmə də aparan bir şeydir ki, yəni dində olan yenilik, yəni Allahın dinində elə şey yoxdur, uydurulmuş din, Allahın dininə təcavüz edə bilməzlər, amma belədir əslində. Ya, edə bilməzlər Allahın dininə təcavüz, o müəmin dinində, yox, şeytan, edə bilər əslində. Yəni belə ki, əgər biz Allahımız buyurur, sübh namazını qılın, durun, şeytan adlı düşünəniz var, şeytandan vəsvəsə gəldikdə, birinci, məsəl üçün, Quranı zikr edin, Quranı tilavət edin, oxuyun, yəni nurlanın və nurlandırın, digərlərini deyin, əməllərinizi də göstərin. Biz bunları eləməsək, oradakı Qurandakı əmrlərə uymasaq, öğüt nəsihəti eşitməsək, Peyğəmbərlərin həyatından olan qissələrə qulaq verməsək, necə biz yarayanlardan ola bilərik ki? Necə olacaq? Göydən filtron edib, düşmür ki, nəsə bir şey. Yəni, insan qurban olmalı, 3 nəfər sonra, elə belə də, bu qədər ki, yəni, belə. Sağ olun, Allah bizimlə olsun, amin. Bütün güc qüvvət yalnız Allah'a məxsus. Hələlik.